Peşə təhsillərindən söhbət düşmüşkən, hörmətli tamaşaçılar, çox maraqlı bir tədbirə yollanacaq indi. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq qapı günü keçirilib. Qapının açıq olmağından fürsətdən istifadə edib, biz də getmişik həmin tədbirə ki, necə deyərlər, çağırılmayan yeri dar eləmə, çağırılan yeri də ar eləmə. Getmişik və əməkdaşlarımız oradan da çox maraqlı bir sujet hazırlayıblar bizim üçün. Həmin sujeti izləyək, daha sonra buradayıq. Peşə seçimi gənclərin karyerasını müəyyənləşdirən ən vacib amillərdən biridir. Məhz bu məqsədlə Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq qapı günü qeyd olunur. Müxtəlif peşələr üzrə stendlər hazırlanıb və ziyarətçilər bu peşələr üzrə gəlib maraqlanıb və həmin ixtisaslar haqqında məlumatlana bilirlər. Bu stend yüksək texniki peşə stendidir. Yüksək texniki peşə 3 kateqoriyadan ibarət. İlk peşə, texniki peşə, bir də yüksək texniki peşə. Yüksək texniki peşə fərqli olaraq 4 il təhsil alandan sonra akademik nəticə 75-95% olduqda birbaşa ali təhsil ocaqlarının birinə qəbul olur. Təhsil alan bütün tələbələr artıq məzun olduqda özündən belə ixtisaslaşmış bir formada, yəni bizdən ayrılırlar. Mərkəzdə fəaliyyət göstərən ixtisaslar üzrə xüsusi stendlər hazırlanıb. Burada bərbər, vizajist, aşpaz, kommunikasiya, dizayn, oyma sənəti və digər peşələr üzrə tələbələrin əl işləri nümayiş etdirilir. Burada gördüyünüz hər bir iş bizim tələbələrin əl işidir. Bizim müəllimlərin əməyi sayəsində əmək bazarına uyğun olaraq bugün onlar həm vizajist, həm bərbər, həm geyim üzrə dizayner hazırlayırlar və mən ümidvaram ki, illər sonra bizim bugün hazırladığımız tələbələrimizin səsi daha yüksəklərdən gələcək. Ziyarətçilər tədris prosesində istifadə edilən avadanlıqları yaxından görmək və peşələrin praktiki tərəfləri barədə məlumat əldə etmə imkanı qazanırlar. Azərbaycanda ilk dual qrup bizdədir. Dual qrup nə deməkdir? Həm işləyə-işləyə oxumaq deməkdir. Yəni tələbə oxuyur, həm də işləyir öz işindən geri qalmadan. İkisini bir arada, yəni yerində tuta bilir. Peşə təhsilinin əsas hədəflərindən biri əmək bazarının ehtiyac duyduğu müasir bilik və bacarıqlara malik kadrların hazırlanmasıdır. Bu məqsədlə təhsil proqramları mütəmadi olaraq yenilənir. İşə götürənlərlə əməkdaşlıq genişləndirilir və praktiki bacarıqların inkişafına xüsusi diqqət yetirilir. İkinci kurs tələbəsiyəm. Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operatorluqda oxuyuram və hamıya məncə buranı tövsiyə edirəm ki, gəlsinlər, yəni iştirak eləsinlər, oxusunlar, dərslərində təhsillərini davam elətdirsinlər. Şirniyyat qanatçılığında təhsil alıram. Bu günlərsə bizim peşə məktəbimizdə açıq qapı keçirilir, əl işlərimizi nümayiş olunur. Açıq qapı günü peşə təhsilinin imkanlarını nümayiş etdirməklə yanaşı, gənclərin gələcək karyera seçimində məlumatlı qərar vermələrinə töhfə verir.